Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Biləcəli qəsəbəsindəyik. Məlik Aslanov küçəsi, döngə 4-dür bura, əziz dostlar. Baxın, görürsünüz, belə həyət bazası olan qəşəng bir evimizi inşallah sizə təqdim edəcəyik, əziz dostlar. 3 sotun içindədir evimiz, 3 sotda inşa olunub. Evdə hal-hazırda yaşayış var. Yəni də təkrar edirəm, Məlik Aslanov küçəsi, döngə 4-dür, qapının ağzına kimi asfaltdır. Evdə biraz təmirə ehtiyac var, amma yaşayış var evdə, əziz dostlar. Qaz, su, işıq, kommunallar, sayğaclar hamısı qaydasındadır. 3 otaqlı evdir, evin də kvadratı 80 kvadrat metrdir. Qiymət də bugünkü gün üçün, əziz dostlar, münasibdir. İndi Tural qardaşım evi sizə göstərəcək. Evin yanı başı da açıqdır. Tural, bir dənə zəhmət olmasa yanı başını görsəd evin. 1, 2, 3, 4, 5, 6, 7. Yox, güzel üçün, əl damı üçün. Hesablanır, gördüyünüz kimi. Evin böyük tərəfi açıqdır. Evimizin 7 daş kürsüsü var, əziz dostlar. Evimizin təmiz yaşayış sahəsi 80 kvadrat. Yəni çöldən çölə 90 kvadratdır. 10 kvadrat da divarlar çıxılır, qalır tam yaşayış sahəsi 80 kvadrat, əziz dostlar. Sonra bir dənə görsəd zəhmət olmasa, qiyməti də sonunda deyək. Böyle padvan hissəsidir. Qurudur. Evin böyük tərəfi də indi dağınıqdır. Evimiz tam həyətin mərkəzində tikilib, əziz dostlar. Yəni kimisə həyətinə pəncərə baxmır. Daxılı bax evə. Tez evi görsək, gəl burada qiyməti deyin. Əziz dostlar, daxil oluruq evə. Gördüyünüz kimi bura evin dəhliz hissəsidir. Sağda evin mətbəx hissəsidir. Bura hamam sanuzeldir, tam təmirlidir. Hamam sanuzel. Bura bir yataq otağıdır. Gördüyünüz kimi. Bura isə ikinci bir yataq otağıdır. İndi daxil oluruq qonaq otağına. Daxil oluruq qonaq otağına. Gördüyünüz kimi geniş bir qonaq otağıdır. Sadəcə olaraq səmirə ehtiyacı var, aboyzat olursa kifayət edir. Çox gözəl bir yerdə yerləşir bu ev. Əziz dostlar, evimiz, yəni də təkrar edirəm, evimiz Biləcəlidə çox əla bir ərazidə yerləşir. Əla bir ərazidə yerləşir, düzdür, təmirə ehtiyacı var, amma yerləşmə yeri doğrudan da mükəmməl ərazidir. Qiymət də bugünkü gün üçün münasibdir. 85 min manata ev sahibi tərəfindən qiymət təyin olunub. İnşallah ki, real müştəriyə də yüngül endirim olunacaq. Allah xeyir versin, alana satana vəziyyət keçən bizlərə də, amma baxmağa, almağa dəyərdir. Həyət bazası genişdir, rahatçılıqdır burada, əziz dostlar. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışdan mülahizəniz varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməyini göstərək. Allah ev olmayanlara ev qismət edəsin.